Mən bilirəm ki, dünyada çox məşhur simalar, nəinki Azərbaycanda, dünyada məşhur simalar sizin geyimlərinizi geyiniblər. Ona görə istəyəcəm ki, adlarını çəkəsiniz, bunlar kimdir? Eyni zamanda da Azərbaycanda müğənnilər, tanınmış simalar sizin geyimlərinizlə daha gözəl görünürlər. Elə keçən günlərin birində mən sosial şəbəkədə qarşıma çıxdı. Fransada böyük bir sərgi olmuşdu, Azərbaycanlı xanım rəssamın. Baxdım ki, onun da geyimi Anar Zakirli brendidir. Mən bilmədim, xəbəriniz var yoxsa yox. Səhv etmirəmsə, 1-2 gün öncə idi, mən fotoları gördüm. Elə sözümü ona gətirirəm ki, bu dünya məşhurları, hansısa kraliçada deyəsiniz siz, şahzadə? Yox, Omanın səhv etmirəmsə naziri miydi, yoxsa kim idisə elə bir xanım. Bunu necə bilməmək olar? Mən çox da əsas mən işimi yaxşı görürəm, onlar olsa gəlib məni seçəcək motivasiyasına yaşadığım üçün. Amma Azərbaycanda bir çox Röya deyərdim ki, Röya, Leyla Quliyeva aparıcı, bizim çox sevdiyimiz, elə hər biri ilə işləmək çox maraqlıdır. Gülüstan xanım ən son o geyinmişdi və bir çox əslində sərgilərdə, biz özümüz keçən il Madriddə sərgidə iştirak elədik, çox böyük maraqla. Mədəniyyət Nazirliyi ilə birgə mədəniyyət günlərində Qazaxıstan, Özbəkistan və ən son Tacikistanda olmuşuq. Onların hamısında hər birində çox maraqla qarşılanır və deyərdim ki, xaricilərdən bizdən bir çox şəxs geyinib, amma bir məşhur bloger paylaşmışdı. O da təsadüfi bir şəkildə oldu. Bir xanım Dubayda bizim abayanı geyinmişdi və o da çəkib paylaşmışdı ki, çox maraqlıdır, belə də gözəl sözlər yazmışdı və bütün onu izləyən Azərbaycanlılar onun səhifəsindən göndərmişdi. Bəs bu Azərbaycanlıdır, bizim dizaynerdir. Sonra mən özüm onunla əlaqədə oldum. O dedi ki, sənin komandan o qədər güclüdür ki, mənim DM-im bütün ancaq onların mesajlarıdır da və biz sonra onun əməkdaşlıq elədik, o paylaşdı. O deyim ki, elə bir blogerdir ki, Chanel, Dior kimi markaların paylaşımlarını etməsi üçün məbləğ ödədikləri şəxsdir və o bizi paylaşdı. Daha sonra biz ona geyim də göndərdik. Bu yaxınlarda ola bilsin ki, Bakıya gəlməlidir. İnşallah ki, alınar, gələr. Biz də onu səbirsizliklə gözləyirik. Bizim fərqli üslubumuz vardı və naxışlar onların biraz da yad olduğu üslubdur. Çünki bir çox dünya brendləri var, naxışlarla işləyir. Yəni burada Etro daxildir, Emilio Pucci var. Bizdəki o həndəsi, nəbati naxışlar biraz fərqlidir. Məncə onların o daha çox diqqətini çəkir və deyərdim ki, dünya daha çox minimalistliyə üst tutduğu bu dövrdə onlar üçün, bəzi insanlar üçün də bu maraqlıdır ki, biz daha fərqli, qeyri-adi görünür, daha fərqli görsənmək istəyirik.